Salam dəyərli şagirdlər. Bugün Turan Tədris Mərkəzinə keçirilmiş buraxılış sınaq imtahanının 10-cu sinif Azərbaycan dili fənnindən imtahan suallarının izahına baxırıq. 27-ci sual: cümlələrdən hansında isim həm mənsubiyyət, həm də yerlikal şəkilçisi qəbul etmişdir? Deməli, burada cümlələri nəzər salsaq görərik ki, 3-cü cümlədə elə bir gözünün rəngi dəyişilib. Burada gözünün sözündə həm mənsubiyyət, həm də yerlikal şəkilçisi var. 4-cü cümlədə isə kanal suyunun səviyyəsi enib. Burada suyunun sözündə suyu deməli həm mənsubiyyət, həm də yerlikal şəkilçisi qəbul etdiyi üçün cavabımız 3-4C variantı. 28. Pəncərəni açandan sonra astaca içəriyə boylandı, həyəcanlandı və utana-utana torbasını uzatdı cümləsində zərfin mənaca hansı növləri işlənmişdir? Astaca tərzi hərəkət zərfidir, içəri isə yer zərfi olduğu üçün cavabımız A variantı doğru cavabdır. 29. Nümunədə işlənmiş feillərlə bağlı düzgün fikirləri müəyyən edin. Tamam üzülüb taqətdən düşərkən bir günəş parladı uzaq məkandan. Bu görünən səndin, artıq qayıtdın sən, nəhayət səni tapdım ey mənim günəşim. Qayıdış növdə olan feil işlənmişdir. Bəli, bu doğru fikirdir. Təsdiqlənməyən feillərinin hamısına aid nümunə vardır. Bu yanlışdır, çünki bilirik ki, təsdiqlənməyən feillər məsdər, feil, sifət, feili bağlamadır. Və burada hər üçün aid nümunə olmadığı üçün yanlış fikirdir. Məchul növdə olan feil işlənmişdir. Bu yanlış fikirdir. Sadə feil işlənib, bəli, parladı sözü sadə feildir. Məlum növdə olan feil işlənmişdir. Parladı feili elə məlum növdədir. 1, 4, 5 E variantı. Bağlayıcı işlənmiş variantı müəyyən edin. Sən ki bunu bilirdin, niyə sustun? Burada ədatdır ki, insanlar ancaq onun dediyini doğru hesab etdilər. Burada ancaq ədatdır. Düşünürdü ki, hər şey birdən-birə dəyişəcək. Bəli, buradakı ki bağlayıcıdır. 31. Hansı cümlədə durğu işarəsinin işlənməsinə səhvə yol verilib? Əlbəttə, bir gün hər şey düzələcək. Əlbəttə sözün modal sözdür və cümlənin əvvəlində gəldiyi üçün ondan sonra vergülün işlənməsi doğrudur. Bəli, dediklərinizin hamısı ilə razıyam. Bəli, təsdiq ədatıdır və özündən sonra vergülün işlənməsi doğrudur. Özünü elə aparır ki, güya heç nədən xəbəri yoxdur. Burada güya modal sözdür və güya sözündən sonra və yaxud da əvvəl vergülün işlənməsi yanlışdır. Çünki bilirik ki, sanki elə bil ki, güya modal sözlərindən sonra vergül işlənmir. Ona görə cavabımız C variantı. Deməli, bu il məhsul bu olacaq. Bəli, deməli modal sözdür və cümlənin əvvəlində gəldiyi üçün vergülün işlənmə yeri doğrudur. O bizi ümumiyyətlə dinləmir. Ümumiyyətlə modal sözdür və ortada gəldiyi üçün hər iki tərəfindən vergülün işlənməsi doğrudur. 32. Klasteri tamamlaya bilən sözləri müəyyən edin. Sait səslərinin hamısı eyni olan sözdür. Üzümçülük sözü verilmişdir və qarşısına sait səslərin hamısı eyni olan sözdür ifadəsi var. Buna, yəni bu fikrə uyğun gələn sözlər uğuldayır və işləyir sözlərdir. Ona görə cavabımız D variantı olacaqdır. 33. Müqayisə dərəcələrinə görə cümlədəki sifətlərin sayını müəyyən edin. Gənc açıq pəncərədən otağa dolan bənövşə ətirli sərin mehi qoxlayaraq sapsarı divara nəzər salıb fikrə getdi. Burada nəzər etsək görərik ki, sapsarı sözü müqayisə dərəcəsində olan sifətdir. Geri qalan sifətlərimiz isə hər biri adi dərəcədədir. Ona görə cavabımız D variantı olacaq. 2 leksik şəkilçisi olan feilləri müəyyən edin. Birinci söz yəhərləndi. Sözün kökü yəhər. Yəhərlə leksik, yəhərlən leksik, D isə qrammatik şəkilçidir. Bəli, burada 2 leksik şəkilçinin işlənməsi var. Gözlətdilər sözü. Gözlə, daha doğrusu göz sözün kökü, gözlə leksik, gözlət leksik, D qrammatiklər isə qrammatik şəkilçidir. İkisi leksik şəkilçinin işlənməsi burada da var, doğrudur. Qarşılandı sözü, qarşı sözün kökü, qarşıla leksik, qarşılan leksik, D isə qrammatik şəkilçidir. Bəli, burada da var. Qorxudacaq sözü, bu sözdə 2 leksik şəkilçinin işlənnyini görmürük. Yaşıllaşdırmışdı sözündə yaşıl sözün kökü, laş leksik, dır leksik, muş və d şəkilçilər isə qrammatik şəkilçilərdir. Deməli, burada da 2 leksik şəkilçi var. Darandıq sözündə isə darı sözün kökü, n leksik şəkilçidir, d və q isə bildiyiniz kimi qrammatik şəkilçilərdir. Ona görə bizdə doğru cavabımız 1, 2, 3, 5 D variantı. Hansı bənddə bütün sözlər orfoqrafik cəhətdən düzgündür? Bilirik ki, orfoqrafik cəhətdən düzgün deyildikdə sözün düzgün yazılışı nəzərdə tutulur. Burada diqqət etirsək, C variantındakı bütün sözlər sadəlöv, süxur, billur sözlərindəki saitlərin və samitlərin yazılışı doğrudur. Ona görə cavabımız C olacaq.
36-cı sual. Uyğunluğu müəyyən edin. Hələ baş əyməmiş bizim məmləkət. Burada feliz fətə aid bir nümunə olmadığı üçün götürə bilmərik. Adamı göndərib gedər gəlməzə. Gedər gəlməz burada isim olduğu üçün bu feili bağlama deyil. Ön sırada oturanda bizə çatacaq əmanət var. Burada ön sırada oturan şəxs nəzərdə tutulduğu üçün an, ən feliz və şəkilçisidir. 2-yə C variantı. Mirəli müəllim dinməz söyləməz keçib başda oturdu. Dinməz söyləməz burada feili bağlamadır. 3-ə D. Quşların oxuması onların zövqünə oxşayırdı. Burada quşların oxuması məsdər olduğu üçün 1-ə də E gedir. 1-ə E, 2-ə C, 3-ə D uyğun gəldiyi üçün cavabımız A variantı doğrudur.